Növbəti məqam pulla bağlı yanlış arzulardır. Biz pulun çox olmasını istəyirik. Kimdən sorsan ki, nə qədər pul istəyirsən, sənə milyonlar, milyardlar deyər. Amma o pulları niyə xərcləyəcəyini bu insan özü də bilmir. Çox zaman biz görürük xəbərlərdə, insanlar loteriyada qalib gəlirlər, sonra o pulu istifadə edə bilmirlər. Əvvəlki vəziyyətlərinə gəlib, ya çıxırlar və ya intihar edirlər və o enerjini qaldıra bilmirlər. Çünki bu nədən baş verir? Biz pulu nəyə istifadə etdiyimizi bildiyimiz zaman, onu arzu etdiyimizdə bizə o pul verilir. Yəni, bir insan yüksək məbləğdə pul istəyir, amma o məbləğlə nə edəcəyini bilmirsə, ona o pul verilməyəcək. Çünki pul istəmək yetmir. Pul sadəcə bir enerjidir, bir kağızdır. Yəni, insan pulla deyil, pulun ekvivalenti olan əldə edəcəyi o resurslarla istəməlidir pulu. Məsələn, siz mənzil istəyirsiniz, ev istəyirsiniz, bağ evi, maşın, bunların hər birini almaq üçün pul arzu edə bilərsiniz. Bu zaman sizə o pulla bağlı niyyət etdiyiniz üçün o enerji ayrıla bilər. Və yaxud da istəyirsiniz ki, xəstə insanlar və yaxud da uşaq ev açmaq, sığınacaq açmaq istəyirsiniz, əlbəttə bunun üçün də pul lazımdır. Bəli, bunu artıq arzulaya bilərsiniz. O zaman kainatda sizə nəyə görə pul verilməlidir? Bunlar bəyan edilir. Yəni pul istəyəndə Allahdan nə üçün istədiyinizi mütləq bildirməlisiniz. Kainatda o qədər bolluq var ki, fərqi yoxdur sizə. 3 qəpik veriləcək, yoxsa 3 milyon, 3 milyar. İstədiyiniz bu məbləğin qarşılığında nə edəcəksiniz? Hara o resursu, enerjini nəyə sərf edəcəksiniz? O da önəmli olan. Yəni sizin potensialınıza baxılır. Növbəti məqam nədir? Biz həmişə deyirik ki, pul xərcləyirəm, pul xərcləyirəm. Burada bu xərcləyirəm sözünü yığışdırmalıyıq. Bunu çalışmalıyıq öz üzərimizdə. Çalışıb işləyib, xərcləmək sözünü investisiya etmək sözü ilə əvəz etmək və yaxud da yatırmaq, pulu harasa yatırmaq sözü ilə. Çünki biz əslində pulu harasa yatırdırıq. Məsələn, deyəndə ki, mən hansısa bu kursa, məsələn, bizim proqramımızı aldım, buna ödəniş etdim, bunu xərclədim pulumu bura, aldım, xərclədim əvəzinə mən bura yatırdım dediyiniz zaman, demək ki, siz öz təhsilinizə, öz gələcəyinizə, öz inkişafınıza pul investisiya etdiniz. Düşünün ki, siz pulunuzu hər ay nə qədərinizsə geyimə xərcləyirsiniz və yaxud da pulun hansısa pis vərdişlərə xərcləyirsiniz. Bu nə deməkdir? Düşünün, deyirsiniz ki, mən pulu geyimə investisiya etdim, mən pulu siqaretə yatırdım. Əlbəttə, belə danışdığınız zaman pulu xərcləmək, aldım əvəzinə yatırdım, pulu investisiya etdiyim kimi ifadələr işlətdiyiniz zaman artıq şüurlu şəkildə düşünməyə başlayırsınız ki, nə qədər pulu siz boşuna, hansısa lazımsız şeylərə xərcləyirsiniz və əlbəttə ki, bu lazımsız alış-verişlərin böyük bir hissəsi də sözdə, sadəcə leksikonda xərcləmək, almaq sözünü yatırmalı investisiya ilə əvəz etməklə böyük bir hissəsi bu alış-verişlərin avtomatik yox olacaq. Bunu sadəcə məşq etmək lazımdır. Əlbəttə ki, uşaq pozisiyasında qalmış, mental böyüməmiş, infantil insan pulu uşaqlıqda ala bilmədiklərini investisiya edəcək. Ona görə də məhz pul mövzusuna gəlmədən öncə içindəki uşağı şəfalandırmaq çox önəmlidir. Növbəti vacib element bizim pula, kağızlara, əskinazlara münasibətimizdir. Pulun evi çox önəmlidir, yəni pul kisəsi, pul qabı necə olmalıdır? Cebində pul gəzdirmək, çantasının cibinə pul qoymaq və yaxud da harası pul atmaq torbanın içinə, bunlar sizi kasıb edə bilər. Mən bunları sadəcə energetik olaraq mənasını sizə anlatacağım. Sizin mütləq pul qabınız olmalıdır, pul kisəniz olmalıdır. Və önəmli olan bu pul qabının hansı materialdan da olması önəmlidir. Dermantindən və yaxud da hansısa sintetik enerji keçirməyən bir materialdan olan pul qabı məsləhət deyil. Çalışın ki, hər zaman pulun qabının materialı, pul kisəsinin materialı təmiz dəridən olsun. Bu çox önəmli faktordur. Energetik olaraq bunun mənası var və rəngi də önəmlidir. Pul qabının rəngi çox önəmlidir. Qırmızı pul kisəsi məsələn qırmızı pul qabı sizi həmişə pulu xərcləməyə sövq edəcək. Çünki qırmızı od ünsürünün rəngidir. Yəni bu sizə impulsiv, düşünülməmiş xərclərə apara bilər. Yəni istəyirəm və salam, bitdi, almaq istəyəcəksiniz. Sanki içəridən impuls gəlir, onu idarə etmək çox çətin olur. Ona görə məhz bu qırmızı rəngi istifadə edərək fikir verin, bütün fast food zəncirləri o qırmızı rəngi istifadə edirlər və ona görə insanlar düşünmədən gedib impulsiv olaraq o qidaları alıb istifadə edirlər. Pul qabının rəngi ya qara olmalıdır, ya qəhvə olmalıdır və yaxud da tünd narıncı da ola bilər. Yəni torpaq ünsürünün rəngləri olmalıdır. Çünki torpaq pul ünsürüdür, pulun simvoludur. Qırmızı rəng isə odun ünsürüdür. Yəni sanki od da pulu yandırır. Ona görə qırmızı rəngi üstünlük vermirik. Pul mövzusunda, pul qabı mövzusunda sizə məsləhətim qara, qəhvəyi və yaxud da tünd narıncı pul qabından istifadə etmək lazımdır. Bunlar başqa kursun mövzularıdır. Bu dünyada 4 element üzərində qurulması, torpaq, su, od, hava və hər birimizin içində belə bu elementlər var. Bunlar bizim mizacımızı təyin edir. Bunlar haqqında gələcəkdə danışarıq. Pul qabında mütləq önəm verirsiniz. Pul kisənizdə mütləq ki, pullar gözəl şəkildə düzülməlidir. Xırda pulların özünün yerləri olmalıdır. Əzilib bükülmüş əskinazları düzəldib pul kisəsini düzgün şəkildə qoyursunuz. Əgər cırılmış pullar varsa onları yapışdırıb diqqət və sayğı ilə saxlamalısınız. Bununla siz energetik olaraq pulun enerjisinə hörmət və minnətdarlıq göstərirsiniz. Və bu da sizə bolluqla geri qayıdır.
Belki de düşünebilirsiniz ki bunların hiçbirinin önemi yoktur. Ama ben bunların praktika eden özüm insan olarak bunun hayatımda maddesel olarak ne kadar yaxşılaşmanın olduğunu özüm görmüşəm, şahit olmuşam ve bununla meşgul olan minlərlə insanın pul enerjisine hürmet ettikten sonra hayatında pulun ne kadar bol olduğunu şahit olmuşam. Xırda pullar ya pul qabında yığılmalıdır ya da ayrıca onun pul kisəsi olmalıdır. Yəni çantanın içində səpələnməməlidir və yaxud da kassada qalmamalıdır ki, xırdadır, puldur, lazım deyil deyib buraxmaq olmaz. Burada mən çay pulunu nəzərdə tutmuram. Əlbəttə ki, istəsəniz kiməsə çay pulu verməlisiniz. Əslində vermək də lazımdır. Bütün zəngin, milyoner insanlar bilirsiniz ki, çay pulu verirlər. Amma birinci, sizə hesab gəldiyi zaman pulu tam alırsınız. O aldığınız pulun geri qalan qismindən çay pulunu verməlisiniz. Bu çox önəmlidir. Yəni pula hörmətlə yanaşmaq lazımdır. Kassada sizə qaytarılan xırdanı mütləq geri almalısınız. Bunun xəsisliklə heç bir aidiyyəti yoxdur. Bunun səviyyəsizliklə əlaqəsi yoxdur. Bu sadəcə kasıbların o düşüncələridir. Yəni bir qəpiyiniz də olsa götürməlisiniz. Əlbəttə istəyirsinizsə geri verə bilərsiniz çay pulu olaraq həmin işçiyə, amma pulu almalısınız. Yəni siz pulu aldığınız zaman energetik olaraq bunun mənası olur ki, siz kainata bildirirsiniz ki, sizin payınız önəmlidir. Əgər susarsanızsa, o zaman növbəti dəfə daha çox itirəcəksiniz. Bu dəfə 2 qəpik uğurlamayacaqlar sizdən. Gələn dəfə sizdən 2000 pul atacaqlar, uğurlayacaqlar. Yəni öz haqqını tələb etməmək bir növ sizdən uğurlanan pula susmaq kimi dəyərləndirir energetik baxımından. Əgər işdə də sizin maaşınızı tam vermirlərsə, puldan kəsirlərsə, bunu mütləq gedib danışıb tələb etməlisiniz. Bunlar heç bir xəsislik, səviyyəsizlik, çürükçülük deyil. Bu pul enerjisinə hörmət məsələsidir. Haqqını tələb etmək məsələsidir. Əlbəttə ki, haqqını tələb edə bilmirsinizsə, yox deməyə bacarmırsınızsa, bunların hər birini terapiyalarda işləmək çox asandır. İndi keçək pulla bağlı digər məsələyə, pul xərcləmək. Pulu xərcləyəndə zövqlə etməlisiniz. Bu çox önəmlidir. Pulun enerjisi, pul kollektiv bilinci bunu çox sevir. Əgər ucuz, saxta, qiyməti olmayan şeylər alırsınızsa, şüur altında narazılıq qalır. Yəni, məsəl üçün, bir şey görürsünüz 100 manatlıq, onu almaq istəyirsiniz, amma gedib onun saxtasını 10 manata alırsınızsa, ya ucuzunu alırsınızsa, orada arada qalan 90 manat fərq onsuz da sizdən çıxır. Heç bir zəngin özünə qənaət etmir. Sevdiyi ona zövq verən şeyləri mütləq alır. Yəni sizi sevindirən şeyləri, zövq verən şeylər aldığınız zaman əlavə qazanc enerjisi sizə avtomatik olaraq verilir. Çünki aldığınız şey, istədiyiniz, həqiqətən gördüyünüz bir şey sizə pozitiv emosiya verilir. Boşuna deyilmir ki, xəsis 2 dəfə ödəyir. Bunu nəyə görə deyirlər? Çünki bir şeyə gedib ucuzunu alırsan, o xarab olur, məcburən gedib yenə də yaxşısını almalı olursan. Nəticədə daha çox pul xərcləmiş olursan. Pul enerjisi zövqlə çoxalır. Bunu unutmayın. Bir şey alırsınız, nə alırsınız alın. Qələm, dəftər, maşın, ev, çanta, nə olur olsun, bu sizə sevinç verməlidir. Sevinç hissi verməlidir, zövq hissi verməlidir, sevinməlisiniz. Yəni, unutmayın, zövq aldınız, sevindiniz və pul çoxalmağa başlayır. Biraz kredit və borclar haqqında danışmaq istəyirəm. Bu, çünki birinci seansımızın həm də mövzusudur. Energetik olaraq kredit götürmək heç kəsə tövsiyə edilmir. Nədən? Çünki kredit götürdüyünüz an energetik olaraq pul kanalınız avtomatik bağlanır. Başa düşürəm ki, nəysə çox istəyirsiniz, tez zamanda istəyirsiniz ki, anında olsun. Unutmayın ki, insanın dünya gəlməsi belə bir anında, bir gün içində, bir ay içində olmur. Əlbəttə, hər kəs istəyir, hər bir hamilə xanıma soruşun, istəyir ki, bir ay içində uşağı dünyaya gətirsin. Amma səbirlə 9 ay onu gözləməlidir. Bəzi insanlar var ki, doğuşdan 10 enerjisi ilə doğulublar, numeroloji olaraq və onlara kredit çox cazib gəlir, borc çox cazib gəlir. Amma unutmayın, bir daha deyəcəm, kredit və borc pul kanalını bloke edir, bağlayır. Onu yadda saxlayın. Əlbəttə ki, fövqəladə hallarda kimsə məsəl üçün sizin pulunuzu uğurlayıb, evə qayıtmalısınız. Əlbəttə ki, bu anlarda borcu götürmək olar kreditdə və yaxud da ki, evsiz qalmısınız, yaşamağa yeriniz yoxdursa, kreditlə əlbəttə ki, ev ala bilərsiniz. Amma bunun çalışmalısınız ki, maksimum dərəcədə tez geri qaytarırsınız həmin o borcu, çünki o kredit və borc bərəkəti aparır. Deyə bilərsiniz ki, borca pul götürdüyünüz zaman faiz yoxdur, borc niyə görə olmasın? Borc niyə görə tövsiyə olunmur? Çünki borcu verən insan şüuraltı olaraq sizə negativ enerji göndərir. Bəlkə də şüurlu olaraq deyil. Bəzi insanlar var, mən tanıyıram şəxsən, insana borc verəndə deyirlər ki, mən ona artıq bir nəfərə borc verdimsə, mən düşünürəm ki, onu qaytarmayacaq, onu mən yox sayıram pulu. Əgər belə bir insan sizə borc verirsə, əlbəttə ki, onu ala bilərsiniz. Amma digər hallarda bir insan sizə borc verirsə, onun düşüncəsi şüuraltı olaraq o pulda, o enerjidə qalır. O borcu adamdan sizə negativ enerji gəlir. Şuurlu şəkildə deyil, əlbəttə ki, şuuraltı şəkildə energetik olaraq, əlbəttə bu enerji sizə, negativ enerji sizə təsir edir. Eyni şey, lotereya oynamaq, hansısa pulla bağlı digər maxinasiyalara qoşulmaq, onların hər biri eyni kateqoriyaya gelir. Özünüz də yəqin görmüsünüz ki, onların heç birinin bərəkəti olmur, yox olur sanki, tüstülənir, buxarlanır, gedir. Və unutmayın ki, kredit kollektiv birinci bir borc bataqlığıdır. Yəni,
buradan mümkün qədər uzaq olmaq lazımdır. Mən çox insan tanıyıram ki, kiçik məişət texnikasını belə gedir kreditlə alır, kredit kartla alır, evinə, qidanı belə kredit kartla alır. Yəni onlar birinci dərəcə ehtiyac olmayan şeylər belə insan faizlə aldığı zaman əlbəttə ki, çox dərin bir bataqlığa girmiş olacaq və oradan qurtulmaq da heç də asan olmur. Kreditiniz varsa çalışın tez bir zamanda onu qapatasınız. Var olan pulunuzu xərcləməlisiniz, oradan yatırım etməlisiniz, oradan nə istəyirsinizsə özünüzə almalısınız. Yəni beyin üçündə, bizim beynimiz üçündə anında belə dopamin almaq çox təhlükəlidir. İnsan zamanla çalışaraq o həzzi gözləyərək o endorfini əldə etdiyi zaman daha çox xoşbəxt olur. Amma anında siz hansısa istədiyiniz bir şey, məsəl üçün bir telefon istəyirsiniz, iPhone, getdiniz iPhone-u kreditlə aldınız, aha, dopamin ifraz oldu, amma o telefonun pulunu geri vermək lazımdır. Yəni o telefonun pulu ödənib bitdiyi zaman ki, onun qiyməti məsələn 2000 az indisə siz onu faizlə onsuz 2 qat ödəyirsiniz. Heç bir dopamin qalmır, beyində olan bu xoşbəxtlik hormonlarının hər biri tükənir. Növbəti sual necə edək ki, hər zaman pulumuz olsun? Deməli, pulun var olması üçün, kreditlərə girməmək üçün əlbəttə insan pulunun hər zaman gərək olsun, istədiyi şey ala bilsin və onun da var olması üçün siz işinizi sevməlisiniz. Bu, bayaq da bunu qeyd etdim, yenə də deyirəm, bu düsturu unutmayın, pul bərabərdir zövq, pul bərabərdir sevinmək. Əgər siz işə narazı gedirsinizsə, sizin pulunuz olmaz. Əgər siz işinizə sevinərək gedirsinizsə, işinizi sevirsinizsə, işinizdə özünüzü öz yerinizdəki kimi hiss edirsinizsə, zövq ala bilirsinizsə bu işdən, oradan hətta enerji ilə dolub gəlirsinizsə, sizin hər zaman pulunuz olacaq. İnsan sadəcə sevdiyi işdə zəngin ola bilər, bunu unutmayın. Bunun üçün də insanın hansı işin ona uyğun gəldiyini bilməsi üçün insanın o sağ qalmaq modundan çıxması lazımdır. Daxilinə qulaq verib, öz daxili missiyasını bilməsi lazımdır. Əgər görürsünüzsə, növbəti bir məsləhət, evinizdə bərəkət gedib, nəsə pul azalıb, yoldaşınız az qazanmağa başlayıb, ruziniz azalıb, belə deyək, o zaman sizə bir energetik olaraq bir tövsiyə edəcəm. Ailə ilə birlikdə yemək yemək çox vacibdir. İsti yemək, bərabər oturub, ailə ilə bir yemək yemək. Yəni, hər kəs işdən, dərsdən gəlir, bir masa arxasında oturub, birlikdə yemək yemək. Bəzən mən görürəm, hər kəs ayrı-ayrı öz otağında çörək arası nəsə atışdırır. Bu vərdişlər sizi zəngin etməyəcək. Bütün zəngin insanlar bu ritualdan istifadə edirlər. Energetik olaraq çox önəmlidir ki, heç olmaz həftədə bir dəfə də olsun, ailə bir araya yığışar, isti yeməyi masaya döşəyib bir yerdə yeyirlər, qəbul edirlər. Digər pul enerjisini artıran energetik praktikada kişinin qadına hədiyyə almasıdır. İndi deyə bilərsiniz ki, bu qadının pul birliyi ilə bağlıdır və yaxud da kişi qadına pul xərcləsə o zaman vacib olan şeyləri necə alar? Xeyr, elə deyil. Qadın zövq alanda pul enerjisi artır. Qadın hansısa hədiyyəni alıb sevindiyi zaman ailədə bərəkət artır. Hədiyyə dediyim zaman bəzən qadına tava hədiyyə edirlər, ütü hədiyyə edirlər. Bunlar hədiyyə qisminə girmir. Qadının sadəcə özü üçün ətir ola bilər, kosmetika, zinət əşyası, çanta, fərq yoxdur. Çiçək, bir dəstə gül belə qadına almaq, o qadına zövq verməsi, sevindirməsi bu ailədə bərəkətin, pulun, enerjisinin düzgün axmasına gətirib çıxaracaq. Yəni, hədiyyə verən insan üçün də bu sərfəlidir. Çünki qadının minnətdarlığı çox güclü bir frekansdır və bu kişiyə böyük bir enerji verir ki, qazancı dəfələrlə artsın. Pulla bağlı digər bir şey də deyəcəm. Küçədən, yerdən, əsas da yol ayrıcılarından, 4 yol kəsişmələrindən əsla heç bir zaman pul götürməyin. Və yaxud da qəbirstanlığa getdiyiniz zaman, qəbirstanlıqda yerdə hansısa pul, qızıl əşyası görərsinizsə, bunu heç bir zaman götürməyin. Olmaz. Çünki çox vaxt insanlar hansısa negativ proqramları, hansısa lənətləri pul vasitəsilə başqasına ötürə bilərlər. Ona görə də əgər istəyirsinizsə bolluğunuz, bərəkətiniz olsun, heç bir zaman başqasının ümumiyyətlə pulunu götürmək olmaz. Bərəkətlə bağlı ayrıca sizə dərsimiz olacaq və növbəti 3-cü dərsimizdə sizə pulun, gəlirin düzgün bölüşdürülməsi qaydaları haqqında danışacağım. Yəni 100% gəlirdən neçə faizini nəyə xərcləməlisiniz ki, pul enerjisi daima dövrə etsin və bolluğunuz olsun. Əgər bu düsturu, bu qaydanı, bu bölüşdürülmə qaydasını bilsəniz, o zaman sizin əlbəttə ki, kənarda yığdığınız pulunuz da olacaq, pul düzgün idarə etmə bacarığınız da olacaq, borclara da girməyəcəksiniz. Növbəti dərsdə görüşənədək.